Çox hörmətli Kəpəz futbol azarkeşləri, bir müddət çıxışlarıma fasilə vermişdim. Bunun səbəbləri bir çox amillərə dayanırdı. Bu amillərdən də biri bu Azər Bağırovun şəhid ailələrinin mənə görə müraciətini göndərməyi idi. Yəni mənim susmağımı şəhid ailələrindən əli ilə mənə müraciət etmişdi. Ben de bir şəhid qardaşı kimi çox dəyər verdiyim, başımızın tacı olan şəhidlərimizin anaları və valideynlərini nəzərə aldım və bir müddət susmağa qərar verdim. Sustum. Bu arada Kəpəz klubunda nələr baş verdiyini çox güman ki, hamınız yaxşı bilirsiniz və hər şeydən də xəbəriniz var. Yəni bu paylaşım ancaq xəbər olmayanlara aiddir. Söyləyirəm. İlk öncədən deyim ki, bu iki hissəyə bölünəcək. Birinci hissə Azər Bağırov haqda olacaq, ikinci hissə bu rəhbərliyə görə. Dostlar, qardaşlar, bu fasilə gedən futbolculardan geri dönmək istəməyən futbolcularımız var. Və digər legionerləri klubumuza cəlb etmək üçün bir çox cəhdlər edildi. Gedənlər və yeni müqavilə üçün cəlb ediləcək futbolcuların hamısı müraciətləri geri çevirdi. Səbəb nədir? Nəyə görə? Burada Fərman müəllimin hamı günahlandırır, hamı nəsə də deyir. Bu Azər müəllimin çirkin oyununa qatır. Fərman müəllim futbolcu bəyənməlidir. Adama sual verərlər. Fərman müəllimin işi futbolcu ilə müqavilədə pul məsələlərini həll etmək üçün, yəni müqavilənin bağlanması üçün qərar verən insanlardan biridir. Futbolcunu baş məşqçi bəyənir. Əgər Azər Bağırovla heç bir futbolcu işləmək istəmirsə də, ona Fərman müəllim neyləsə. Mən buradan düşünməyin ki, Fərman müəllimi tərif yağdırıram, ya onun tərəfindəyəm. Yox, əksinə. Hər şeyi öz adı ilə danışıram. İlk öncə dedim axı, bu iki hissəyə bölünəcək, bu çıxışın. Ona görə də Fərman müəllimin söhbəti biraz sonra deyiləcək. Azər müəllim, bu həkimi də qovaladım, göndərdin, çıxdı, getdi. Yeni həkim gətirirsən. Amma Gəncəli uşaqların adı gələndə elə bil ki, sənin başında bir fırtına qopur. Nədir, Gəncəlilər səninlə düşmən deyil. Düşməndir, səni nə gəzirsən burada sən? Gəncə uşaqlarını yetişdirə gəlir. Biriniz gəlib deyirsiniz ki, hələ cavandır, Premier Liqaya yetişməyib. Göndərirsiniz Dubilə, başa düşünülür, anlamdır. O birisi gəlir, deyir ki, və hələ tezli qoy geçsin Premier Liqada oynasın. Biraz açılışsın, gözü açılsın. Artıq uşağın yaşı gəlir 21-ə, 22-yə çatır. Digəriniz gəlib deyirsiniz ki, bəs yaxşı futbolcu olsaydı, bu yaşa qədər Premier Liqada oynayardı. Yaxşı, onsuz da sizdə gəldi, gedərdi, karşeldir bu şey, nədir, Adil gəlsən getsə, sən gəlsən Adil gedir. Yəni, burada sizdən başqa bir son dövrlərdə ayrı bir məşqçi gəlməyib ki, bir məşqçi qərarı da olar. Ona görə ki, hər ikiniz məşqçi döyürsünüz. Ki, belə bir qərarları verirsiniz, camianın balalarının qabağını kəsirsiniz. Özünüz də haqdan danışırsınız. Hansı haqdan danışırsınız axı? Sizin ixtiyarınız yoxdur o haqdan danışmağa ki, kiminsə balasının qabağını kəsirsən. Elə sən, Azər, sən, Adil. Niyə? Azər, onu yaxşı bil, buradan deyirəm sənə. Sən məşqçi deyilsən, səni də Gəncədə məşqçi işləməyə imkan verməyəcək. Səbəb bir dənədir. Sən Gəncə uşaqlarının bir nömrəli düşmənisən.
Bir nömrəli düşmənisən. Gətirirsən Tovuzdan, nə bilim, Zirədən, nə bilim, hardan, nə bilim, o zamində yatan uşaqları. Hansı ki, bu yerli uşaqlar o gətirdiyin uşaqlardan bir baş üstündür. Futbol oynuyorlar. Sən kimi alırsan? O gələn uşaqların maaşına şəriksənmi? Ona görə yerli uşaqlarla şərik ola bilmirsən. O gələn uşaqların gətirib onların maaşına şərik olursan. And içmək, mən anda falana inanadam deyiləm. Bu sizin çirkin oyununuz var, məşqçi çirkin oyunu. Rəhbərliyi qoydum qırağa, ancaq məşqçilərin çirkin oyunlarını. Mən əlimin içikimi bilirəm, əllərimin içikimi bilirəm. Bu keçərli deyil. Kimi alırsan? Akşama kimi günah işlədib, akşamda namaz qılanda, ceynamazın altına qoysan, günahların üstündə namaz qılıb, özünü təmizə çıxardırsan. İnsan gərək birinci öz balasını fikirləşər. Öz balasını fikirləşdiyi kimi qıraqdakının balasını fikirləşər. Anlayırsan sən nə demək istəyirəm? Yox, sən anlamırsan. Sən elə şeylərdən xəbərin yoxdur. Olsa Gəncədə bu şəraiti yaratmazdı. Millət sənə qarşı çıxmazdı. Sən də milləti Fərman müəllimin üstünə qaldırmazdın. Gizli birliklərinlə. Elə bilirsən heç şeydən xəbərin yoxdur. Hər şeydən xəbərin var. Bir nömrəli Gəncə uşaqlarının düşməni sənsən. 5 nəfərə indi, nə bilim, Talavatlı yanına çəkibsən, onlar da məcbur olur bu uşaqların valideynləri, uşaqlarını xətrə üçün sənə görə susur. Sənə tərif verəndən bəllidir. Sənə tərif verəndən ümumiyyətcə kəfəs futboluna agəti olmayan insanlardır. Ümumiyyətcə o futbola agəti olmayan insanlardır. Girirəm, şərhlər yazırıq, girirəm, baxıram, görünmüyor. Ve 6 ildə bunların heç birinin adı, familiyası, nə bilim, 2 gün, 3 gün arasında, 5 gün arasında, 10 gün arasında açılan səhifələrlə şərhlər yazılır. Sən nə varırsan? Düşünmə ki, bura səndən ötəri istədiyin oyununu oynayacaqsan, fikirləşdiyini eləyəcəksən. Yox, sənin önündə mən varam. Sənin önündə yenə deyirəm, mən varam, sənə imkan verməyəcəm. Artıq bəsdir. Bu şəhid ailələrini incitdin, müsəlmanını narahat elədin, məni İsmail göndərirsən, qapımı göndərirsən. Bəsdir, yetər. Çirkin oyunlarından çəkil qırağa. Peki, futbolcular səni belə saymır, gedir, qayıtmır. Anlayırsan sən bunları? Hələlik bu qədər.